Azərbaycanda bu şəxslərə pulsuz torpaq veriləcək. Belə bir diqqət çəkən məlumatı da sizə çatdırırıq. Azərbaycanda bir sıra şəxslər pulsuz torpaq əldə etmək hüququna malikdir. Bu barədə bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydalar haqqında əsasnamədə bəhs olunur. Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydalar haqqında əsasnamənin 13.1.1-ci maddəsinə əsasən Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi olan, daha doğrusu əlilliyi təbii ki, müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə, ehtiyata və ya istifaya buraxılmış hərbi qulluqçuların fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri onların mülkiyyətinə bir dəfə pulsuz verilir. Yəni bu məsələlər qanunda da öz əksini tapmaqdadır.